Salam dəyərli izləyicilərim. Bugün mən sizə Məhəmmədli dairəsinə yaxın bir ərazidə belə bir gözəl ev təqdim edəcəm. Evimiz 2,3 sotda inşa olunmuşdur. Qoşa daşla çox keyfiyyətlə inşa olunub. Evimizin deməli fundamenti vurulub. Sonra kəmər, evin yuxarısına kəmərlər verilib. Yan tərəfdən kolonlar verilib. Yəni bunları mən indi dəqiq bilmirəm. Kolon verilib deyilir, nə deyilir, nə isə. Qərəz ev çox keyfiyyətlə inşa olunub. Bura evimizin deməli qarajdan keçirsən evin altında otaqlardan bir-birinə keçid var. Yəni təmir eləyib yaşamaq olar, hündürdür. 15 daş kürsülüdür. Burada qarajdır. Qaraja 2 dənə maşın rahatlıqla yerləşə bilər. Deməli, burada kanalizasiya xətti mərkəzidir. Evin yaxınlığından marşrutlar keçir. 173 AB, 185, bir də 217, 537 bu marşrutlar keçir. Evimizin gəlin indi içərisindən tanış olaq. Dediyim kimi paket kupçadır, ipotekaya tam yararlıdır, 110.000 manatdır. Qiymətdə endirim olunacaq. Evin bütün kommunalları var və fasiləsiz verilir. Dediyim kimi xatırladıram ki, kanalizasiya mərkəzidir. Əsas yola da çox yaxındır. Sürət qatarının stansiyasına da hardasa piyada 3-4 dəqiqəlik, 3 dəqiqəlik məsafədədir. Burada mətbəxi görürsünüz. Evimiz çox genişdir, otaqları işıqlıdır. Qiymət 110.000 manatdır. Qiymətdə yenə endirim olunacaqdır. Burada sanuzel sanitar qovşağı. Evimizin bütün kommunalları var. Fasiləsiz verilir. Kanalizasiya mərkəzidir. Qiymət 110.000 manatdır. Sənəd kupça.